Bismillahirrahmanirrahim. Hər kəsi salamlayıram, əziz tamaşaçılar. Qurban bayramı münasibətilə hər birinizi təbrik edirəm. Allah bu bayramı bizlərə mübarək qərar versin. Allah bu bayramda edilən duaları, edilən ibadətləri ali dərəcədə qəbul eləsin və kəsilən qurbanları o cümlədən İmam Zaman əleyhissalamın hörmətinə qəbul eləsin. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur: Mən sədəqət niyyətuhu kənət avvalı qatrətin ləh kəffarətən li kulli zəmbin. Buyurur ki, kimin əgər niyyəti doğru olarsa, yəni ixlaslı niyyətlə olarsa, o ki qurbanı kəsir, o qurbandan axan birinci o qan ki axır, o qan damcısı ki axır, o axdığı zaman onun bütün günahlarına kəffarə olar. Yəni bütün günahları bağışlanar. Əlbəttə, mən sədəqət niyyətuhu, kimin niyyəti doğru olarsa. Qurban bayramı həqiqətən də gözəl bir bayramdır. İslam dininin əsas bayramlarından biri hesab olunur. Qurban bayramında əslində insanın niyyəti xalis olmalıdır. Kəsdiyi qurbanlar xalis niyyətlə olduğu təqdirdə o səbəb olacaq ki, onun bütün günahları bağışlansın. Ümumiyyətlə, hər bir ibadətdə, hər bir işdə insanın sadiq niyyətində olması, yəni ixlaslı olması mütləqdir. İnsan bütün işlərini Allaha görə etməlidir. Qurban bayramında hətta biz qurban kəsiriksə, orada da niyyətimiz doğru olmalıdır. Və niyyətin doğru olması bir mənada bu deməkdir ki, yəni etdiyin işin həqiqətinə varasan. Etdiyin işin həqiqətinə varasan. Qurban kəsməklə əslində zahirdə heyvan kəsmək deyil. Qurban kəsmək, yəni nəfsi Allahın qarşısında qurban verməkdir. Qəlbin istəklərini Allah qarşısında Allaha qurban etməkdir. Ona görə qurban edirik ki, qəlbimizdə Allahın məhəbbətindən başqa bir şey olmasın. Bu da sadiq niyyətlə, sidq niyyətlə, xalis niyyətlə olduğu təqdirdə anlaşılan ola biləcək. Təəssüflər olsun ki, bəzən biz etdiyimiz işləri hər hansı bir göstərişə görə edirik. Yəni özümüzü kiməsə göstərmək üçün, riyakarlıq etmək üçün edirik. Və yaxud da bəzi səhv anlaşılmalar olur, onlara görə edirik. Amma insan bilməlidir ki, əgər istəyiriksə hər hansı bir işimiz, ibadətimiz keyfiyyətli olsun, mütləq orada sidq niyyət olmalıdır. Və qurban bayramı, qurban kəsən, onun qanı ki axdı, o heyvanın ki qanı axdı, birinci qətrəsi ki axdı, bütün günahlar bağışlandı. Yəni bir dənə heyvana görə onu kəsməklə insan bütün günaha bağışlanar, sual. Məgər mən bir dənə heyvanı kəsməklə, onun qanı axmaqla, qanı axdığı təqdirdə bu səbəb olur ki, mənim bütün günahlarım bağışlansın? Cavab budur ki, söhbət burada agah olmaqdan gedir, həqiqətinə varmaqdan gedir. Yəni qurban bayramını həqiqətən yaşasan, həqiqətən də qəlbindəki olan dünya məhəbbətini Allah yolunda qurban etsən, bəli onda heyvanı kəssən, bütün günahların bağışlanır. Onun qanın axması ilə bütün günahların bağışlanır. Yəni o işi görməklə qurban kəsmək əslində nəticədir. Bu mənada nəticədir ki, yəni ilahi, mən əslində nəfsimi, istəklərimi, dünya istəklərimi sənə qurban etdim. İndi isə bu heyvanı kəsməklə, ehsan etməklə, insanlara paylamaqla bayram edirəm. Qurbanın mənası budur. Allah bizlərə həqiqi qurban bayramını yaşayanlardan qərar versin. Bir daha bütün müsəlmanları bu bayram münasibətlə təbrik edirəm. Allah etdiyiniz ibadətləri, duaları qəbul etsin. Kəsdiyiniz qurbanları ali dərəcədə qəbul etsin inşallah.